Salam, hər vaxtınız xeyir olsun. Ədəbiyyatdan 20 sınaqdan sınaq 4-də 12-ci sualın izahına baxaq. Cədvəldə qarşısında rəqəm yazılmış, hansı fikirlərin yeri dəyişdirilsə, Məhəmməd Füzulinin Məni candan usandırdı qəzəli ilə bağlı yol verilmiş yanlışlıq arada qalxar. Deməli, obrazımızda aşiq və məşuqə obraza aid fikirlər verilir. Görək indi hansı düzgündür, hansı yanlışdır. Deməli, aşiq deyir, sevdiyi tərəfindən bivəfa adlandırılır. Aşiq sevdiyi tərəfindən bivəfa adlandırılmır. Aşiq özü məşuqəni, yəni sevdiyi şəxsi bivəfa adlandırır. Yəni ki, bir fikri səhvdir burada. Deyir, desəm o bivəfa bilməm, inanarmı, inanmazmı? Orada bivəfa adlandırır aşiq məşuqəni. Səmimi, sədaqətli və cəfakeş deyir, bəli. Yəni bunun yeri düzgündür. Biz burada bir dəyişəcəyik hansı inansa. Ayrılıq gecəsi keçirdiyi hissləri mübaliğə ilə təsvir edir. Bəli, bu da düzgün fikirdir. Deyir, şəbi hicran yanar canım, tökər qan çeşmicir yanım. Orada yəni mübaliğə ilə təsvir edir. Məşuqə onu sevən insanın hisslərindən xəbərsizdir. Bəli, onu sevən insanın hisslərindən xəbərsizdir. Çünki deyirlər, Füzuli Füzuli deyir ki, mənə deyirlər ki, eşqini get, yəni yara deyir. Deyir, o da deyir, bilmirəm deyir. Desəm mənə inanar, inanmaz. Yəni ki, məşuqə xəbərsiz idi bunu sevməyindən. Bu düzgün fikirdir, məşuqəyə aiddir. Saf və dərin məhəbbətlə sevir, sevgisi yolunda sonsuz əziyyətlərə qatlaşır. Bu aşiqə məxsusiyyətdir. Yəni aşiq sevirdi, məhəbbətlə sevirdi və sonsuz əzab əziyyətlərə qatlaşırdı. Yəni, biz burada dəyişməliyik 1 ilə 5-in yerinə olacaq B variantı.